Hicablı xanım öz davranışlarına çox diqqət etməlidir. Yəni bunu düşünmək lazımdır ki, əgər hicab taxıramsa, bu ümumi əgər bir səhv hərəkət etsəm, deməli bu ümumi hicablı xanımların adına xələl gətirmiş oluram. Belə ki, ictimaiyyətə çıxanda xanımlar, yəni hicablı xanımlar əsasən vurğulayım, ümumiyyətlə xanımlar çox diqqətli olmalıdırlar, amma hicablı xanımlar isə buna daha diqqətli olmalıdırlar ki, başlarında dediyimiz kimi Allahın ayəsini daşıyırlar. Belə ki, ictimaiyyətdə demək xanım ictimaiyyətə çıxanda geyiminə diqqət etməlidir ki, yəni burada artıq zinətin dediyimiz kimi örtmək məsələsinə çox diqqətli olmalıdırlar. Nəinki zinətlərin üstə, yəni hicab taxsın və zinəti aşkara çıxartsın. Bu dərəcədə olmamalıdır. Yəni baxmalıdır ki, yəni vurğuladığımız kimi biləkləri açıqdırmı, yoxsa yox, çənənin altına diqqət eləməlidirlər və üzdə olan makyaja diqqət eləməlidirlər ki, yəni makyajı o dərəcədə çəkməməlidirlər ki, naməhrəmi özlərinə cəlb etsinlər. Və həmçinin də ətirlərini elə vurmamalıdırlar ki, naməhrəm o ətiri hiss etsin. Yəni bu şeylərə çox diqqətli olmalıdır xanımlar. Həmçinin də geyimi dar olmamalıdır, yəni dar paltarlarla ictimaiyyətə çıxmamalıdırlar. Baxın, Peyğəmbərimiz buyurur ki, yəni çılpaq kimidirlər. Yəni əgər hicablı xanımda elə bir dərəcədə geyinə ki və naməhrəmi cəlb eləyə, dar paltarlar, rəngbərəng paltarlar, cəlb edici paltarlar və həmçinin də belə deyək, paltarı geyinib, libası geyinib və həmçinin bayaq sizin vurğuladığınız kimi topuqlar açıq və həmçinin bilək açıq, çənənin altı açıq və həmçinin belə deyək, sırğaları, zinət əşyaları çöldə, yəni naməhrəmi cəlb edəcək qədər hər bir məsələn zinətini açıq qoyubsa, o zaman Peyğəmbərimiz bu xanımlar barəsində buyurur ki, onlar cəhənnəm əhlidirlər. Niyə? Çünki əyinlərində deyir paltar vardır, lakin onlar çılpaq kimidirlər. Belə ki, zinət, biz düşünürük ki, məsələn, əgər başa hicab taxdıq və bədən üzvlərimizi örtdük, qolumuzda, yəni ki, açıqdırsa biləklərimiz, biləklər açıq olsa da olar. Əsas odur ki, bağlanmışıq. Amma biz düşünməliyik ki, əl və üz istisna olmaqla bütün qadının bütün hər bir yerin bağlı olmalıdır. Yəni naməhrəm qarşısında bu